satıcı sizə bunu deyirsə, ehtiyatlı olun. Keçən ay bir tanış adam xahiş elədi ki, bəs ona maşın almaqda kömək edeyim. Mən də elan saytlarına baxanda bir maşın dəydi gözümə. Zəng elədim ki, bəs maşını bəyənmişəm, gəlib baxmaq istəyirəm və satıcının mənə dediyi bu oldu ki, Mazat danışan. gəlməmişdən 2 saat qabaq xəbər ver. Düzü bu söz məni biraz şübhələndirdi və elə gedib maşına baxanda da başa düşdüm ki, şübhələrim əbəs yerə deyilmiş. Deməli məsələ nədir? Maşının motorunun əksər problemləri onun motorunun soyuq vaxtı işə salanda üzə çıxır. Əlbəttə ki, alverçilər də bunu bilirlər və ona görə də çalışırlar ki, məsələn siz gəlib maşına baxana kimi artıq motoru qızdırsınlar, biraz nə bilim yağ töksünlər, o qatqalar əlavə eləsinlər ki, əlavə səslər gəlməsin və s. Və siz də gəlib baxasınız ki, bu motor nə bombadır. Ona görə də məsələn zəng eləyəndə deyirlər ki, nə bilim 1 saat qabaqcadan xəbər ver, ya yerivi denən mən maşını özüm gətirim filan. Yəni ki, o maşın artıq isti motorla gəlib sizə çıxsın. Düzdür, bunu bilməyin, bu motoru yoxlamağın yenə yolları var. Yəni professionaldan başa çıxan adam olsa da motora baxanda bilir ki, yəni bunu maşını almağa dəyər ya yox. Amma yenə də çalışın ki, məsələn maşının motoru soyuq olan vaxtı gedib onu xodlayasınız. İkinci əl avtomobil almaqda kömək lazımdırsa müraciət edə bilərsiniz.